Millət bu qulaq niyə var? Yəni dinləmək üçün, sonra beyin olaraq analiz eləmək və sonra da rəy yazmaq üçün, düzdür? Niyə sizin sadəcə mənim deyil, qarşınıza çıxan videoları ilk 10-15 saniyə dinləmə qabiliyyətiniz olsun. Dinləmə qabiliyyətiniz yoxdur. 10-18 aylıq, 7 aylıq, 6 aylıqsınız siz. Yəni insanın çəkdiyi əziyyətə heyfi gəlir. Ya yaxşılardan iraq. O kadar video çəkirsən, indi başlıq diqqət çəksin deyə hər kəs onu qoyur. Bu artıq qəbul olunan bir şeydir də. Deməli rəydə yazırlar ki, xanım sizin bu məlumat hardandır? Xanım boş-boş nəsə deməyin, arada bir tarix oxuyun. Xanım belə, xanım elə. Xanım müxtəlif mənbələrdən araşdırır. Tarixçi deyil, amma jurnalistdir. Araşdırır, məlumatı çatdırır. Və bir şey yadınıza saxlayın ki, tarix başka bir tarixi fakt, sübut, hansısa bir detal ortaya çıxana qədər təsdiqlənmiş bir şeydir. Yəni bugün desək ki, hə, bu tarixi fakt olaraq təsdiqlənib. Sabah başka bir arxeoloqlar araşdırma zamanı bir şey tapsa, məsələn tutaq ki, belə deyək, Marsda Türk izi tapsa, digər bütün tarixi faktlar yenidən gündəmə gəlir və araşdırma davam edir. Yəni tarix geçmişin devamlı olarak araştırılması gereken bir mevzudur. Ve hiç kimse iddia elə bilməz ki, benim dediğim doğrudur. Ama en azından mən bir jurnalist olarak əziyyət çəkib müxtəlif mənbələrdən məlumat tapıram. Əgər mövzu Şah İsmayıldırsa, Osmanlı və Azərbaycan və yaxud da ki, başqa xarici mənbələrdə və yaxud da ki, Osmanlı ilə bağlıdırsa, Osmanlı və Avropa mənbələrindən, Azərbaycan mənbələrindən, mövzu əgər türklüdürsə, kürdlüdürsə, eynən və yaxud da ki, Əmir Teymurdirsə, eynən. Yəni bir mövzuna araşdırma da müxtəlif mənbədən sizə bir şey çatdırmıram. Bu mənim jurnalistik prinsiplərimdir. Başa düşürsünüz? Yəni tarixçi deyiləm. Araşdırmacı jurnalistim, tarixi sevən biriyəm. Ama o kadar zəhmət çəkirsən, amma gəlib orada elə rəylər yazırsınız ki, həqiqətən insan çəkdiyi əziyyətə heyfi gəlir. Ayıbdır, eləməyin, yaraşmaz. En başta savadsız görsənəm, mən deyiləm, sizsiz. Çünkü ilk 10 saniye, 15 saniye səbr edib dinləmədiyinizdən yazdığınız göz qabağındadır.